sadə şəklə misal yazaq. Məsələn, oxumuşdu. Mənə deyir ki, hansı zamandadır, hansı şəkildədir? Yenə də deyirik. Baxın, ümumiyyətlə bir də bir şey haşiyədən kənara çıxım. 2 dənə zaman bir yerdə gələ bilməz. Necə ki, 2 dənə şəkil, sadə şəkil gələ bilməz, eləcə də 2 dənə zaman gələ bilməz. Burada baxın, mış da var, dı da var. Heç var, 2 zaman gələ bilmədiyinə görə birinci gələni zaman götürürük. Çünki zamanlar xəbər şəkli sayılır. Birinci gələn zamandır, ikinci gələn hissəcikdir. Oxu sözün kökü. İndi mış da var, dı da var. Mən hansını zaman götürəcəm? Birincini, mış zamandır, keçmiş zamandır, nəqli keçmiş zaman. Artıq 2 dəfə hərəkət bir zamanda olur. Axı, mış zamandır, dı hissəcikdir. Mənə desək ki, bu hansı şəkildədir? Zaman xəbər şəkli sayılır. Biz buna deyəcək ki, feilin xəbər şəklinin id hissəciyindədir. Burada feilin vacib şəklinin id hissəciyindədir.